iki əlimi qaldırıb Allahın dərgahına sizlərlə bir yerdə ürəklə dua eləyək. Ya Rabbim, ey mənim Rabbim, bir neçə dəqiqə bunun öncə dua etdik və sizlər amin dediniz. Allahım, özün Quranda vədə vermişsən, hər kim məni çağırsa duaların qəbul eləyərəm. Əllərimizi qaldırmışıq sənin dərgahıva. Sən alimsən, eşidənsən, görənsən, rəhmansan, rəhimsən, mehribansan. Mehribançılığın və mərhəmətin xatirinə, ey Rəbbim, ölkəmizi, xalqımızı, millətimizi qoru ya Rəbbim. Ya Rəbbim, bayaqlarda qeyd elədim, ordumuz, əskərlərimiz, müzəffər ordumuz düşmənlə üz-üzə qalıb. Biz burada istirahət eləyirik. Amma bu dəqiqə, bu an düşmənlə üz-üzə dayanan bizim igid balalarımız var. Allah həqiqətən onlardan razı olsun. Ya Rəbbim, onları qüdrətli elə ya Rəbbim. Düşmənləri xar elə ya Rəbbim. Balalarımızı alnaçıq elə ya Rəbbim.